Bu mənim kipriksiz halımdır. Baxın, kipriklərimə heç nə yoxdur. İndi birazdan kiprikli halımı paylaşacağım. 10 manatlıq kipriyin məndə dəyişdirdiyi görüntünü sizdən paylaşacağım. Görün, bir dənə kiprik nə qədər insanın görünüşünü dəyişir. Hadi bakalım. Özdə 10 manata. Artıq gəldim. Salon evdədir deyə qiyməti bu formada uyğun eləyibdi. Və indi birazdan başlayacağıq o kiprik qaynağını etməyə. Hansı effekt eləyirsən? Liner effekti. Hə, liner effekti. And içə bilərəm ki, videoda heç bir effekt yoxdur. Baxın, heç bir effekt. Və kipriklərimə bax. 10 manata. 1 qram ağırlıq eləmir. Birincisi, 1 qram gözümü yandırmadı, ağırtmadı. Və dən-dəndir. Buna baxın. Dən-dən. İndi gözümü də yumum. Baxın. Yəni söz tapa bilmirəm. Ustadı, özü tələbə deyil və keyfiyyətli məhsullardan istifadə edir. Sadəcə salonda işləmədiyi üçün, evini salon kimi istifadə etdiyi üçün bu qiymət eləyir 10 manata. Əhmədlidə Neapol 46-da 11-ci mərtəbə. Xanımın səhifəsini tağ eləyəcəm. Mütləq yararlanın da. Yəni 10 manata nə var? Nə qaynaq var? Heç nə. Heç nə. Yaxşı ki, belə uyğun qiymətli yerlər tapmışam. Çox qəşəngdir. Superdir, super. 1 qram da ağırlıq eləmir, inanırsınız? Başdakı videoma baxın və nəticəyə baxın. Mənim kimi sarışınsızsa, kiprikləri seyrəkdirsə, mütləq elətdirin. Çox qəşəngdir. Şu ikinci dəfə də elətdirirəm və bundan sonra daimi eləyəcəm. Çünki başqa yerdə 10 manata bu qiymətə, bu keyfiyyətə, bu qalıcılıqda tapa bilmərəm. Mümkün deyil yəni. Mümkün deyil. Super. Əla. Dəhşət bəyəndim mən. Çox bəyəndim.